Ana Haray abidəsinin önündəyim. Səhər saatlarından etibarən bura ziyarət davam edir və insan axını səngimir. Böyükdən kiçiyə hər kəs əllərində qərənfillərlə bura üst tuturlar. 34 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalıda insanlıq əleyhinə qətliam, cinayət törədildi. 613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi. Onlardan 63-ü uşaq idi. 106 qadın, 70 ağıl insan. 8 ailə isə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini itirdi. Bugün burada toplaşan insanlar təkcə faciəni deyil, eyni zamanda ədalətin bərpasını da xatırlayırlar. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını ucaltdı. 2024-cü ilin mayında isə Xocalıya ilk köç baş tutdu və bu illərlə gözlənilən ədalətin bərpası təntənəsi idi. Artıq Xocalıda Azərbaycan bayrağı dalğalanır və əzəli sakinlər öz torpaqlarında əbədi yaşayırlar. Tarix bərpa olunsa da xalq unutmur nə o gecənin şaxtasını, nə də yarım qalan həyatları. Bugün buradakı izdiham da bunu bir daha sübut edir. Elə Ana Harayının qarşısındakı minlərlə toplanan qərənfillər də bugün şəhidlərin ruhuna bir ehtiram əlamətidir. Bugün Xocalı həm ağrının, həm də qürurun simvoludur. Həm faciənin, həm də zəfərin simvoluna çevrilib və gördüyünüz kimi Ana Haray abidəsinin önündə ziyarət hal-hazırda davam edir. Biz gün boyu məlumatları ötürməyə davam edəcəyik. Hələlik isə mənim çatdırmaq istədiklərim bunlardan ibarət idi. Buyurun, söz studiyadadır.